İmam əmi, o yeni dünya düzənindən danışırıq. Bəli, doğrudan da yeni dünya düzəni formalaşır. İstənilən halda o iki qütblü, bir qütblü dünyadan danışanda bu dəqiqə hazırda bir qütb var. Və çox qütblü. Və indi hazırda bir qütb var, o da Amerikadır. O da dağılır. Yəni hələ ki diktə eləyən tərəf o tərəfdir. Hələ ki hegemon tərəf o tərəfdir. Səs yeni dünya düzəninə doğru indi hansı istiqamətdə gedəcək, hadisələr necə inkişaf edəcək? Çox qütblü dünya labüddür. Mən sizə bayaq sxemi də göstərdim ki, ardıcıllıq belədir. Bəli. Yəni artıq bir dövlət, bir neçə dövlət yox, xeyli sayda dövlətlər olacaq ki, söz sahibi olacaqlar. İnşallah ki, Azərbaycan da onların içində olar. Türkiyə ilə birlikdə. Bəli, Türkiyə ilə birlikdə. İdeal vəziyyətdə Türk dünyası ilə birlikdə. Bəli, Türkiyə ilə, vacib olan Türkiyə ilə birlikdə. Elə Donald Trumpdan söz düşmüşkən, Donald Trump Vladimir Putinə vaxt qoyub. Əgər aprel ayı müddətində o qəti qərara gəlməlidir deyir. Sizcə bax bu vaxtın, bu təhdidin arxasında nə dayanır? Qarşı durmaya gediləcəkmi? Donald Trump gedəcəkmi Putinlə qarşı durmaya, yoxsa hadisələrin necə inkişaf etmə imkanı var? Trump'un 2017-2021-ci ildəki prezidentliyi dövrünü bir ciddi araşdıranda, eyni zamanda artıq bilirsiniz ki, 100 gündən az qalır. Bu dövrü araşdıranda bu qənaətə gəlmək olur ki, Trump deməli belə bir taktiki gediş eləyir. O qarşı tərəfə münasibətdə deməli təzyiq siyasətini işə salır, maksimum təzyiqə keçir, onun necə deyirlər, şkalasını artırır. Bəli. Və sonra isə biraz yumşaltma elementlərini işə salır və qarşı tərəfdən güzəşti gözləyir. Yəni başa salmaq istəyir ki, bu qırmanc dəlimdə eyni zamanda kökə də var. Bax qırmanclayır əvvəl. Əvvəl qırmanclayır, sonra fasilə verir və kökəni də göstərir. Bax bu siyasəti biz görürük. Və bəli, həm bir yandan Rusiya ilə, prezidenti ilə iki dəfə telefon danışığı olub, bir neçə dəfə Əl-Riyadda və İstanbulda Birləşmiş Ştatlar Rusiya diplomatik danışıqları baş tutub. Və indi də Putin haqqında da çox müsbət fikirlər səsləndirib. İndi də konkret vaxtdan danışır və bilirsiniz, Trump'ı da mən başa düşürəm. Deməli, Rusiya-Ukrayna müharibəsini bir sutka ərzində həll edəcəyini deyən prezident indi bugün fərqindədir ki, bu baş vermir və həm də ki, buradakı vəziyyətin qəlizliyi onunla bağlıdır ki, Rusiya deyəndə ki, sülh istəyirsən, deyir, bəli, istəyirəm. Ukraynaya deyəndə sülh istəyirsən, deyir, bəli, istəyirəm. Ancaq məsələnin qəlizliyi ondadır ki, sülh müqaviləsində Rusiya indiki administrasiya ilə, deməli, bu Zelenski administrasiyasını imzalamaq istəmir. O deyir ki, qeyri-legitimdir və onunla heç bir sülhdən söhbət gedə bilməz. O isə, Zelenski isə deyir ki, biz sülhü istəyirik, ancaq bunun üçün ilk növbədə hərbi vəziyyət ləğv olmalıdır, sülh müqaviləsi imzalamalıdır və sülh müqaviləsi imzalamasından 6 ay sonra biz prezident seçkilərini keçirə bilərik. Fikir verirsiniz? Trump isə hər ikisini diqqətlə dinləyir və görür ki, bunların mövqeyi bir-birinə daban-dabana ziddir. Heç birisi də güzəştə getmək istəmir. Güzəştə getmək istəmir. Bir yandan da 100 gün yaxınlaşır və 100 günə o hesabat verməlidir. Və həm də təkcə Rusiya-Ukrayna müharibəsi deyil, bir 180-dən çox ölkəyə ticarət müharibəsinə gedir. Bəli. Və bu günləri fikir verdiniz, təzyiqləri etdi, bayaq dediyim siyasətdə son dərəcə təzyiqləri etdi və onları çaxnaşmaya saldı. Və indi özü deyir ki, 50-dən çox dövlət sıraya düzülüb ki, mənim başçıları mənimlə görüşsün, dövlət liderləri mənimlə görüşsün. Və indi 90 günlük moratorium qoyur o rüsumlara. 90 gün dəymirəm, köhnə qayda ilə gəlsin, yəni kökəni göstərir. Bayaq qırmancı idi. İndi kökəni göstərir. Amma Çinə qarşı isə həmin siyasət yoxdur. Çinə qarşı sərt siyasət hələ də qırmancıdır, hələ kökə yoxdur. Və indi hətta Çinin mən rəsmi şəxslərinin belə yarı zarafat, yarı ciddi, komik bir şərhlərinə də rast gəldim. Onlar söyləyirlər ki, vaxtilə Trump bizi 2018-ci ildən bəri hədələyirdi ki, o prezident hədələyirdi ki, əgər siz Tayvana hücum etsəniz, sizə 100%lik rüsum tətbiq edəcəyik. İndi deyir, bizə 145%lik rüsum tətbiq edib. 145%lik. Yəni bu deməkdir ki, Tayvana hücumçunda elə bir yaşıl işıq yandırır da. Elə ən maksimumda 100 eləyəcəydiniz. Heç hücum etməmişik 145%. Yəni Tayvana yeri yanı hücum etmək olar da. Belə gülünc bir gülməli, ağlamalı, tragikomik bir vəziyyət formalaşır.
Və bu nöqteyi nəzərdən həm də bir fikir verirsiniz, Trumpın İranla danışıqlar, dedi birbaşa danışıqlar olacaq. İndi Omanda danışıqlar başlayıb. Məlum oldu ki, İran tərəfi dedi ki, yox, biz birbaşa yox, vasitəsilə danışıq edəcəyik. Yəni müxtəlif istiqamətdə həm ticarət müharibəsi, Rusiya ilə gərginləşən münasibətlər, Ukraynaya təzyiqlər, İranla bağlı məlum vəziyyət, Qəzza bölgəsindəki məlum hadisələr fonunda xaos. Yəni xaos, amma bu idarə olunan xaos vəziyyətdir və Birləşmiş Ştatlar çalışır ki, təzyiq yolu ilə öz hədəflərinə çatsın. Bu da əks effekt verir və əks effekt hesab edirəm ki, həm də ona gətirir çıxarır ki, o güc mərkəzlərinin formalaşması prosesi əgər ləng gedirdisə, bundan sonra daha sürətlə, daha dinamik bir hal ala bilər.